sizə qısa bir çəkiliş göstərəcəm. Qısa bir məlumat verəcəm sizə. Girdik profil yerinə. Mənim sifarişimə giririk. Və burada sizə ümumi olaraq neçə manatlıq məhsul vurdum, neçə manat endirim götürdüm. Onlar haqqında sizə məlumat verəcəm. 28 manat 68 qəpik axırı ödəniş etmişəm. Gəlin baxaq görək neçə manat məhsula ödəniş etmişəm mən. Baxın, aşağıya nəzər yetirin. Kataloq qiyməti ilə 105 manatlıq məhsul vurmuşam. Ambar qiyməti ilə 78 manat ödəmişəm. Və indirim olaraq maaşımdan 50 manat çıxılıb. Bal olaraq 32 bal. Yekun olaraq da şəxsi hesabda ödəniş 28 manat 68 qəpik. Və yekun olaraq da 28 manat 68 qəpik ödəniş etmişəm 23 məhsula. Təkrar göstərirəm. Kataloq qiyməti ilə 105 manatlıq məhsul, ambar qiyməti ilə 78 manatlıq məhsul, maaşımdan çıxılıblar 50 manat 79 manat məhsul və son yekun olaraq da 28 manat 68 qəpik ödəniş etmişəm. İndi gəldik 27 manata. Onda bu arada kuponu qazanabilirik. Kupon şansımız var. 42 manatlıq məhsula ambar qiyməti ilə 32 manat, maaşımdan 6 manat 37 qəpik, yekun olaraq 27 manat 4 qəpik ödəniş etmişəm. Pardon. Yeni sizə bunu göstərim. Yenə kupon hədiyyələrimiz var. Baxın, bizim necə gözəl məhsullarımız. 76 manatlıq məhsuldur. Kataloq qiyməti ilə, ambar qiyməti ilə 58 manatlıq məhsuldur. Maaşımdan 37 manat çıxılıb. Cəmi 21 manat 42 qəpik son ödəniş etmişəm. Siz də bu gözəl aksiyalardan yararlanmaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz və sizi dəvət edə bilərəm bu gözəl aksiyalarımıza. Bütün məhsulları gəlin götürün, hamısını ambar qiymətinə, kataloq qiyməti ilə müştərilərinizə sata bilərsiniz. Bu gözəl dəstlərimiz bizim, baxın nə gözəl dəstlərimiz var, endirimdədir bizim məhsullarımız. 3 məhsul, 4 məhsul alanda bu sarı rəqəmlə yazılan qiymətlə veririk məhsullarımızı. Daha ətraflı şəkildə mənə yaza bilərsiniz. Sizə ətraflı şəkildə izah edə bilərəm.